Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Mən Fərəcəv Ayşən, texnologiya fənni üzrə ARTİ-nin keçirdiyi suallardan birinin izahını vermək istəyirəm. Düzdür, bu videoda bir neçəsinin izahını verəcəm, amma əsasən birinci bu testin izahını vermək istəyirəm. Əslində bu testi mən düzgün tapmıram. Məncə artıq belə deyək də bizim fənni riyaziyə çeviriblər. Əslində riyazi bacarıq bizə aid deyil. Riyaziyyatla inteqrasiya edə bilərik pul məsələsini, hesablama məsələsini, amma məntiqi yox. Amma hal-hazırda qarşımızda olan sual bizə göstərir ki, belə sualların düşmə ehtimalı çoxdur. Demək, hörmətli müəllimlər, 8-ci sinifdə məişət mədəniyyətində restoranda oturma qaydaları var və bilirik ki, masanın eyni tərəfində oturmaq olmaz, yeməkləri üfləmək və iyləmək olmaz, saç daramaq olmaz, çanta qoymaq olmaz, qəzeti uzun, yəni hansı ki verilən menunu qəzeti uzun müddət saxlamaq olmaz, digərlərinin hərəkətini izləmək olmaz. Və bunların hər biri səhvdir və bizə deyir ki, stulun arxasında 4 nəfər, yəni belə deyək də, daha doğrusu masanın arxasında 4 nəfər var. Və bu 4 nəfər, bu 6 səhv verilibdir. Yəni bu səhvləri edirlər. 4 nəfər oturubdur və onlar aşağıdakı səhv edirlər. Neçə səhvimiz var? 6 səhvimiz var. Düzdürmü? İndi gəlirik şərtə. Sonra həmin 4 nəfərdən 3-ü, yəni burada söhbət 3 nəfərdən gedəcək. Mən 3 nəfərdən danışacağam. 3 nəfər hesab edir ki, hərəsi yalnız 2 səhv edib. 3 nəfər 2 səhv edibsə, bu edir 6 səhv. Düzdürmü? Bunlar hesab edirlər. Hesab ediləndən söhbət gedir. Aha, bax bu hesab ediləndir. Əslində isə, yazıram, əslində isə hər biri, yəni 3 nəfərdən söhbət gedir. 3 nəfər neçə səhv edib? 6 səhvin hamısını edibdir. Demək, 3 nəfəri vururam 6-ya, eləyir 18. Əslində 18 səhv var. Amma bunlar hesab edirlər ki, hər ikisi 2 səhv edib, bu 6 səhvdir. Deyir, bu 3 nəfərin birlikdə öz hesablamalarında, yəni buradakı hesablama neçə idi? 6 səhv idi, düzdürmü? Öz hesablamalarında əksik saydıqları səhvlərin ümumi sayı toplam olaraq etdikləri, yəni əslində olan etdikləri səhvlərin sayının neçə faizini təşkil edir? Bu əslində çətin deyil, prospekt cümləni qarışdırıb. Yəni 6 dənə öz hesab etdiyidir, əslində olan 18 dənədir. Mən bunu tapmaq üçün birinci bilməliyəm ki, nə qədər səhv hesab etdiyi var. Demək, 18-dən 6-nı çıxacağam, eləyəcək 12. Demək, bunların 12 dənə əksik saydıqları var. Yəni 12 dənə səhvi saymayıblar. 6 dənəni sayıblar. 18 olması üçün 12 səhvi saymayıblar. Aha. Və bizə deyir ki, toplam olaraq etdikləri səhvin sayının neçə faizini təşkil edir? Biz bunu hesablamaq üçün nə etməliyik? Öncəliklə, bax, diqqətli olursunuz müəllimlər, bu hissədə çox diqqətli olursunuz. Öncəliklə, mənim 18-dən 6-nı çıxıramsa, alıram 12, düzdürmü? Və mən 12-ni alıramsa, mən bunu nə etməliyəm? Öncəliklə, gəlin baxaq. Və hesablamanı edərkən çox xahiş edirəm ki, orada həyəcanlanmayın. 12-ni, yəni arada gedən 12-ni bölməliyəm 18-ə, vurmalıyam 100-ə. Bunu niyə belə eləyirəm? Bax, çoxu deyə bilər ki, niyə 18-ə? Çünki 18 dənə səhv var. Çünki məndən soruşur ki, arada gedənlə gedənin, yəni əksik saydıqları səhvlərin ümumi sayı toplam olaraq etdikləri səhvin neçə faizidir? Demək, 12-ni bölürəm 18-ə, onu da vururam 100-ə. Bu eləyir nə qədər? 66 tam onda 7. Daha doğrusu orada biraz 6 falan. Ona görə yuvarlaq götürüb 66 tam 7. Yəni 66 tam onda 7 götürürük. Biz nə üçün burada 12-ni 18-ə böldük? Aradakı buraxdıqları səhv 12 dənədir, etdikləri səhv 18 dənədir. 12-nin 18-ə bölüb 100-ə ona görə vurduq ki, bizə deyir ki, öz hesablamalarının əksik saydıqları səhvlərin ümumi sayı, əksik saydığı nə qədərdir? 12. Ümumi sayı nə qədərdir? 18. Etdikləri səhvlərin sayı neçə faizi? Faizi də tapmaq üçün bölürəm, demək 18-ə, vururam 100-ə. Cavabım eləyəcək 66,7. Amma bu sualı salmaqları heç də düzgün deyil. Yəni, mən bunu reallıq kimi qəbul etmirəm. Artıq bizim ixtisası çox-çox dərinləşdiriblər. Çalışın, vaxtında hazırlaşın, əziyyət çəkin. 2 dənə, 1 dənə belə sual olsa artıq sizin riyazi bacarığınıza
və məntiqinizə. Çünki burada 4 nəfərdən 3-ü deyib. Siz artıq bunu 4-dən hesablasanız başqa cavab çıxacaq. Çox 50% falan tapmışdı. Yəni başqa cavab çıxacaq. Ona görə də diqqətli olmalısınız. İndi digər suala keçid edirik. Digər sualımıza gəlirik müəllimlər. Belə bir sual verilmişdi və çox müəllimlər də bunu edə bilməmişdilər, hansı ki oxumayanlar. Amma oxuyan müəllimlər rahatçılıqla bunu həll edə bilmişdilər. Deyir şagird sinif otağındakı masanın çərçivə ayaq birləşməsini icra edir. Çərçivə ayaq birləşmələri bilirsiniz də şurupla idi. Sonra nə ilə var idi müəllimlər? Şurupla idi, ara kəsmə ilə idi, zivana yuva ilə idi və s. Bunun üçün o çərçivədəki zivananın ayaqdakı yuvaya yapışdırır. Bax, çərçivədəki zivananı ayaqdakı yuvaya birləşdirir. Bu birləşmə zamanı yuvanın parçalanması və zivananı, bax diqqətli oluruq, parçalanması və zivananın hissələrə ayrılması kimi zədələnmələr yaşana bilər. Mən bax bu sırf bu cümləni imtahana salmışdım. Müdavimlərimə test kimi işlətmişdim. Əminəm ki, siz düzgün yazmısınız. Bu hansı birləşmədir və müvafiq şəkli? Bilirsiniz ki, bu birləşmə zivana yuva birləşməsidir. Amma zivana yuva birləşməsini qarışdırıblar. Məsəl üçün burada zivana yuva veribdi, amma ara kəsmə veribdi. Burada zivana yuva yerinə bax görürsüz çivilər veribdi, qarışdırıbdı. Burada şurupdur, şurup yəni cəbləşdirilmiş vəziyyətdə istifadə olunur. Bunu götürmürük. Burada da artıq aid olmayacaq. Ona görə də cavabımız olacaq B variantı. Ad eyni ola bilər, şəkilə də fikir verməlisiniz. Çünki iki məsələni sizdən istəyir. Ona görə də çox diqqətli olmalısınız. Demək müəllimlər, yuvanın parçalanması və zivananın hissələrə ayrılması kimi zədələnmələr baş verə bilər. Harda? Zivana yuva birləşməsində ən nümunəvi birləşmə idi. İndi digər suala keçid edirik. Müəllimlərin çoxu bunu da edə bilməyiblər. Əslində çox rahat sualdır. Əslində bunu başqa cür versəydi sizin çaşma ehtimalınız yüksək ola bilərdi. Deyir, bir ailənin aylıq ümumi gəliri 2500 manatdır. Araşdırma zamanı məlum olur ki, bu gəlirin 2000 manatı ailə üzvlərinin əmək haqqı. Əmək haqqı nə qədər idi? 80%, düzdürmü? 225 manat təqaüd. Təqaüd nə qədər idi? 9%, düzdürmü? 1000 manat şəxsi yardımcı. Şəxsi yardımcı 4%. Ayrı mənbələrdən gələn isə 7%. Artıq siz gələcəydiniz, yerinə qoyacaqdınız. Burada artıq nə edəcəydiniz? Bir demək belə eləyəcəydiniz. Burada çox diqqətli olmalısınız. 1, 2, 3, 4, 5. Ailə üzrə əmək haqqı 80%-dir. 1C. Təqaüd və müavinətlər deyəndə 9 götürür. 2 A. Sonra şəxsi yardımcı deyəndə 4%, demək 3B. Burada 5 yoxdur, üzülürsən. Ayrı mənbələrdən gələn isə 7%. Bu da D. Demək C, A, B-dir. Amma mən olsaydım, əgər belə çox unikal sual tərtib etmək məqsədinə sual tərtib edirəmsə, mən nə edərdim? Məsəl üçün, mən belə sual tərtib edərdim ki, məsəl üçün, bir ailənin aylıq ümumi gəliri 2500 manatdır. Məsəl üçün, buradan bunu silərdim. Əmək haqqısına nə qədər düşəcək? Gəlin mən sizə göstərim. Elə sualda düşə bilər. Mən olsaydım, sualı elə tərtib edərdim. Daha maraqlı olardı, daha cəlb edici olardı ki, imtahanda belə eləyəcəklər. Belə sayda sual verməyəcəklər. Bunu düzəltməyə nə var ki? Və belə eləyəcəklər. Yazacaq ki, əmək haqqısına nə qədər düşür? Məsəl üçün, 2500 manatın 8%-ni tapacaqsınız. 8%-ni tapacaqsınız. Sonra sual düşəcək ki, məsəl üçün 2500-ün təqaüd və müavinəti nə qədərdir? Təqaüddəki 9%-dir. 9%-ni hesablayacaqsınız. Sonra düşəcək ki, şəxsi yardımcıdan gələn nə qədərdir? Bunun 4%-ni tapacaqsınız. Sonra düşəcək ki, 175 manat isə ayrı mənbələrdən gələn, bu isə artıq 7%-ni tapacaqsınız. Yəni hər birinin faizini ayrılıqda tapacaqsınız. Aşağıda da artıq rəqəmlər verəcəksiniz. Başa düşdünüzmü? Bu sualı bir başqa formatda belə də verə bilər. Ona görə nə etmək lazımdır? Diqqətli olmaq lazımdır və biraz da riyazi bacarıqları çoxaltmaq lazımdır. Yəni mən artıq sizə həm riyazi keçirəm, həm də texnologiya keçirəm. Çalışın ki, belə suallarda çox diqqətli olasınız. İnşallah növbəti izahlarda görüşənədək narahat olmayın, hər şey yaxşı olacaq. Mən sizə hər şey keçmişəm. Elə bir şey yoxdur ki, onu keçməyim. Sadəcə yenə də deyirəm, beyniniz orada açıq olarsa, özünüzü rahat buraxarsınızsa sualları yazacaqsınız. Sağ olun.